Salam değerli izleyiciler. Kaldığımız yerden devam edirik. 9-cu sinif buraxılış imtahanına düşəcək tipdə suallara. Baxaq 26-cı sualda, 25-ci sualı yazmışdıq keçən video dərslikdə. Burada qalmışıq biz 26-cı sualda. 26-cı sualı keçək. 6 a üstü 2n, b üstü m və n'dir. C. Bir həlsinin qüvvəti 12 olarsa mn hasilinin ən böyük qiymətini tapın. Deməli, ən böyük qiymət yazaq görək. Deməli, nə verilir? Bizə verilən nədir? Birinci olaraq. Bir həlinin qüvvəti verilir. Yazaq. Qüvvət necə tapılır da? Üstlərin toplamı. Yəni 2n üstə gəl m. Üstə gəl, bu da c'miz üstündə də 1 var da. Bu da toplanır. Bərabər 12. Buradan 2n üstə gəl m nəyə bərabər olar? Bərabər olacaq nəyə? 12-yə. 13-dən 1 çıxırıq. Bizə n hasilinin ən böyük qiymətini tap deyir. Ən böyük qiyməti tapmaq üçün, bunlara qiymətlər verməliyik. Bizdə n, 2n kəsr olmalı deyil. Yəni, dəyişən üstü kəsr olanda o bizdə bir həldə olmur. Bir həldə olmayacaq. Burada n-i 1 versək, birinci hala baxaq. N-i 1 versək, n-imiz nə olacaq? 1 versək, 12-dən 2 çıxırıq, yəni 10 olar. İkinci n-i verək biz 2. 2 versək, m-imiz olacaq neçə? 12-dən biz çıxırıq 4-ü. Yəni 2 vur 2. O da 12-dən 4 çıxanda 8 edir. Üçüncü verək n-ə 3. 3 verək. M-imiz olacaq neçə? 12-dən nə çıxırıq? 6 çıxırıq. 6 qalır. Dördüncü olaraq n-i 4 versək biz. Yenə m-imiz neçə olar? 12-dən biz bunun 2 qatını çıxsa 8-i yəni 4 edir. İndi 5-ci də yaza bilərik. 5 versək yenə də 2 olacaq. 5 versək m-imiz 2 olacaq. Yəni verək. N-ə biz 5 verək. M-imiz neçə olar? M-imiz olar bizdə 12-dən 10 çıxsaq, yəni 2. Bunların hasilində ən böyük olan bizdə hansıdır? Biz biri görürük ki, yəni 3-ün 6-ya hasildir ən böyük olan. Ən böyük qiymət olacaq 18. Yəni cavabımız olacaq 18 ən böyük. Yəni m hasilinin ən böyük qiyməti 18 olar. Keçək biz 27-ci suala. Keçək 27-ci suala. Deməli, 27-ci sual. Düzbucaqlı trapesiyamız var. Çəkək bunu. Tərəfdən çəkək. Belə bir şey deyə bilərik. Çəksək bunu. ABCD düzbucaqlı trapesiyasında, yəni düzbucaqlı trapesiya o deməkdir ki, bir yan tərəfi nədir? Hündürlükdür. Yəni oturacaqlara perpendikulyardır bir yan tərəf. Düzbucaqlı trapesiyasında BC-miz 3-dür. BC-miz 3-dür. Biz buradan da bir dənə hündürlük çəkək. Həmin hündürlük, yəni yan tərəfi burada indirsək, belə bir şey almış olaraq. Buradan istifadə edəcəyik biz hündürlükdən. Yəni A, B, C və D trapesiyasıdır. 60 dərəcə, burası 60 dərəcə. Yəni CDA-mız 60 ya da ADC-miz 60 dərəcə. AD-miz AD, yəni oturacaq olaraq bura 9-dur. BC oturacaq verilib 3-dür. Bizə deyir ki, AB tərəfinin uzunluğunu tap. AB-ni də biz götürək H, yəni hündürlük tax. H götürə bilərik. AB tərəfinin uzunluğunu tap deyir. 9-dur. Görürük, bura 3-dür. Bura 3-dürsə bu tərəfdə, yəni 3-dürsə BC-miz. Burada H götürsək, AH-ımız da nə olacaq? 3 olacaq. 9-dan da 3'ü çıxsaq, ümumi yəni HD-miz nə olar? 6 olar. Bu 6-dırsa, 30 dərəcənin qarşısındakı katit, yəni 30'un qarşısındakı katitdir də bu. Yəni belə qırmızı ilə götürsək, burası 6-dırsa, 30'un qarşısındakı 6-dırsa, bitamız olacaq 12. 60'ın qarşısındakı, yəni H da, burada H-dır da, H-ımız, yəni AB-miz olacaq neçə? Digər katitin, yəni 6'nın elə bir ki, kökdə 3 misli. Yəni 6 kökdə 3 olar. Santimetr olacaq cavabımız. Bu qədər. Keçək 28-ci suala. 28-ə. Keçək 28-ci suala. Deməli, hesablayın. Radikallar. Deməli, belə misalları biz necə həll edirik? Asan qaydamız var bizim. Rahat bir qaydamız var. Kökdə 5 çıxılsın. 2 kökdə 6. Deməli, asan qayda nədir? Üstə gəl kökdə 2.
Bunu kökdən çıxartmaq üçün həmin bu ifadəni kökdən çıxartmaq üçün bu ifadəni kökdən çıxartmaq üçün yəni kvadratlar belə bir xassədən istifadə edirik. Bu düsturu yaza da bilərik biz. Belə bir şey deyə bilərik biz. Rahat bir üsul yaza bilərik. Onun üçün göstərmək də olar. Yəni 5 burada elə bir şey olmalıdır ki, yəni elə iki ədədin kvadratı olmalıdır ki, belə götürək də. Yəni 5 bizdə həmin elə iki ədəd götürürük ki, həmin ədədlərin kvadratlarının cəmi 5 olsun. 5 olsun. Kvadratların cəmi 5 olsun. Hasili də 6 olsun. Başa düşdük? Hasili də 6 olsun. Yəni hasili 6 olan ədədlər, daha doğrusu hasil də kökdə 6 olsun. Belə götürək də biz, belə. Kökdə 6 olsun daha doğrusu hasildə. Bunu biz bilirik nədir? Emin enə hasili daha doğrusu belə götürsək, daha yaxşı götürsək, biz daha rahat üsulla m kvadratın n kvadrata hasili götürək də biz. Bu da 6 olsun. Belə. Başa düşdük. Yəni kvadratların cəmi 5 olsun, kvadratların hasili kökün altındakı 6 olsun. Bunlar da ki biz nə bilirik? M ilə n, yəni hasili 6 cəmi, bunlara ayrı bir ədəd kimi baxsaq biz, 2 ilə 3'dür də, başqa yoxdur yəni. Burada kvadratı götürmüşüksə, yəni m'imiz 10'da kökdə 2'dir. Daha doğrusu kökdə 3'dür. Birinci böyük olan yazaq, kökdə 3. O birisi də n'imiz nədir? Kökdə 2'dir. Yəni şərt ödənir. Bundan şərt ödənir. Bundan şərt ödənir. Belə olanda deyir, yəni həmin kökdə ifadədən, kök ifadədən bil ki, nə çıxacaq? Burada çıxma varsa m çıx, n çıxacaq birbaşa. Yəni ifadə olaraq bu çıxır. Yəni kökdə 3 çıxılsın, kökdə 2 çıxır. Yəni ifadə olaraq. Onun üstünə də kökdə 2 gəlsək, nə olar? Kökdə 2'lər bizdə islah gedər və nə qalacaq? Kökdə 3 qalacaq cavabımız. Cavabımız kökdə 3'dür. Yəni C variantıdır. İndi biz bunu izahlı, detallı izah edəsək, bunları bilməsək. Yəni biz bunları tutaq ki, biz bunları bilmirik. Yəni iki həllinin kvadrat şəklini də göstərməliyik. İki həllinin fərqinin kvadratı ya da cəminin kvadratı. Burada fərq olduğuna görə fərqin kvadrat şəklində göstərəcəyik. Deməli, bunu sadələşdirək. 5'i biz yazaq. Yəni 6'ya görə baxsaq, çıx 2, birinci nə yazırıq biz? Ən yaxşısı belə bir şey yazaq. Birincisini biz yazırıq necə? Yəni buradan başlanır. İki həllinin fərqinin kvadratı bilmək istəyiriksə 2AB-dir də, yəni 2 vurulsun nəyin hasildir? Kökdə 3 vur, kökdə 2'nin hasili. Elə deyil. Onda bu tərəflərdən nə olmalıdır? Kökdə 3'ün kvadratı çıxılsındır. Burada da üstə gəl nə olmalıdır? Kökdə 2'nin nəyi? Mötərizə kvadratı. Olmalıdır mı? Bəli. Nəyə görə? Kökdə 3'ün kvadratından müsbət 3 çıxır. Kökdə daha doğrusu 2'nin kvadratı ilə 2 çıxır. 3'dən 2'nin cəmi də birbaşa nə eləyir? Burada cəm 5 eləyir. Görürük. Yəni açılış belədir. Bunları silsək biz. Bu da nədir bizdə? Nəyin kvadratıdır? Bərabərdir. Kökdə. Yəni kökdə 3 çıxılsın nəyin? Kökdə 2'nin fərqinin yəni kvadratı. Müxtəsər vurma düsturu. Bu da bərabərdir. Modulda çıxmalıdır. Kvadratlar kök içərisində. Yəni modulda kökdə 3 çıxılsın. Kökdə 2. Yəni böyükdən həmişə onsuz da müsbət çıxmalıdır. Yəni kökdən. Burada müsbət çıxmalıdır. Yəni müsbət modulunda müsbət çıxması üçün yəni böyükdən biz nə edirik? Kiçiyini çıxırıq. Yəni kökdə 3 çıx, kökdə 2. Oradan kökdə 3 çıxılsın. Kökdə 2'miz üstə gəlinə qalır. O da kökdə 2. Burada da kökdə 2'miz var. Bunlar bizdə mənfi kökdə 2, müsbət kökdə 2 islah gedir, nə qalır? Kökdə 3 qalacaq, cavabımız C variantı. Belə. Keçək biz 29-cu suala. 29-cu sualda nə var? B-nin hansı qiymətində deyir, ifadənin mənası var. Kök yəni ikinci dərəcədəndir, cüt dərəcədən. Cüt dərəcədən olanda bizdə nə olur? Kökün altındakı ifadənin mənası olması üçün nə götürməliyik? Sıfırdan böyük bərabər götürürük. Buradan da biz nə edək? 10 solda qalsın, 2B'miz sağa keçsin. Burada işarə dəyişir. Yəni müsbət 2B olur. Onu 2'ye bölsək, yəni 5 böyükdür nədən? B-dən. Böyük bərabərdir. B-dən böyük edirlər. Yəni belə götürsək, ədəd oxunda təsvir edə bilərik. 5 buradadır, həmçinin də daxildir. Buradan nə deyir? 5 böyükdür B-dən. Yəni 5'dən kiçik ədədlərdə, 5'dən kiçik ədədlərdir bunlar. Yəni B-miz nə olur? Daxil olur nəyə? Mənfi sonsuzluqdan hara kimi? Mənfi sonsuzluqdan
5'e qədər. Yəni 5 də daxil olmaqla. Deməli, mənfi sonsuzluqdan 5'e qədər. Yəni D variantı olacaq cavabımız. Buranı da silsək. İndi silək buranı. Keçək biz o biri 30-cu suala. 30-cu suala baxaq. 30-cu sualda. Maraqlı suallardır. Qədərlər aid sualdır bu da. Şərt verilib. A mənfidir. B də müsbətdir. Yəni A sıfırdan kiçik, B sıfırdan böyüksə, yəni A'mız mənfi, B'miz də nədir? Müsbətdir. Deməli, belə bir şey. İfadəni sadələşdirir. Yəni onlarsa bunu tap deyir. Sadələşdirək. Biz bunu belə deyək. 2 kökdə nədir? A çıx B-nin nəyi? Mötərizə kvadratı. Mötərizə kvadratı üstə gəl. Kökdə 3-cü dərəcədən bu da A çıxılsın. B üstü nədir? 3'dür. Sonra üstə gəl nədir? Kökdə 4-cü dərəcədən A üstü 4. Bu modulda deyiriksə, yəni kökdə deyiriksə, cüt dərəcədən həmişə modulda çıxmalıdır. Yəni 2 ilə kök işarəsi getməlidir. Yəni 2 vurulsun nə olmalıdır? Modulda açıq B çıxmalıdır. Elə mi? Sonra üstə gəl. Üstə gəl. 3-cü dərəcədəndirsə köklə gedəcək birbaşa A çıx B çıxacaq. Bunun o qədər fərqi yoxdur. Üstə gəl. Burada cüt dərəcə varsa 4 ilə 4 gedər modulda A qalar. Bu da bərabərdir. Bunu da bildik. İndi fikir versək, A mənfidir, B də müsbətdir. Yəni mənfidən müsbət ədə çıxanda nə alınır? Yəni mənfi alınır da. Bu da mənfi olmaması üçün, daha doğrusu mənfidirsə, yəni modulda mənfi ədəd varsa, müsbət yəni xarici çıxanda, yəni moduldan çıxanda nə qalır? 2 vurulsun tərsinə çevrilir. Yəni B çıx A şəklində çıxacaq. Da üstə gəl. Birbaşa A çıx B'dir. Sonra modulda A'mız mənfidir də. Yəni biz bilirik ki, mənfidir bu. Modulda mənfidirsə nə çıxmalıdır? Mənfi A kimi çıxmalıdır. Yəni üstə gəl mənfi A. Yəni çıx A. Müsbətdə mənfi olursa, yəni belə bir şey götürək də. Bu yəni bizdə mənfidirsə, mənfi ədəddirsə, yəni A sıfırdan kiçikdirsə, nə çıxır? Buradan mənfi A şəklində çıxır. Mənfiyə də vursaq, yəni müsbəti mənfi A olacaq. Da bərabərdir. Mənfi A, müsbət A bir-birini aparır. Buradan vurub açsaq 2B çıxılsın 2A. O da çıxılsın B. Yenə də var. Bərabərdir 2B-dən B-ni çıxanda müsbət B çıxılsın 2A qalır. Yəni B çıx 2A qalacaq. Yəni A variantı olacaq cavabımız. Keçək biz 31-ci suala. Buranı silək. 31-ci sualımız nədir? Bax, bir xarici bucağı 40 dərəcə olan düzgün çoxbucağın diaqonallarının sayını tapın. Baxaq biz birinci düsturu yazaq. Bir xarici bucağı necə tapırdıq? Ümumi xarici bucaqların cəmi, yəni hər hansı bir çoxbucaqlıda, düzgün çoxbucaqlı olsun, istər qabarıq çoxbucaqlı olsun, xarici bucaqların cəmi həmişə 360 dərəcədir. Biz tutaq ki, n tərəfli çoxbucaqlıya baxırıq, n tərəfli düzgün çoxbucaqlıya. 360'ı, yəni n-ə bölməlikdə xarici bucaqları n-ə bölsək nə alarıq? Bir xarici bucağını almış olaraq, yəni 40 dərəcə. Buradan da nə bilirik biz? 40 vurulsun n bərabərdir 360'dır. Oradan da n'imiz alınır 360'ı 40'a böləndə 9. Yəni tərəflərin sayı nədir? 9'dur. Yəni 9 tərəfli 9 tərəfli düzgün çoxbucaqlıdır. Tərəflərin sayı yəni 9 olan. Diaqonalların sayını tapın dedikdə, diaqonalların sayını necə tapırdıq biz? Bir təpədən çıxan diaqonalların sayı n çox 3'dür. N'i vururdu. Bir təpədən çıxan diaqonalların sayını bölürdük 2'yə. Yəni təkrarlamanın sayına görə ümumilərini tapırdıq. N 9'dur. 9 vururdu. Yəni üstlərə görə 6. 9'dan 3 çıxanda. Bu da 2'yə bölürük. 6 2'yə böləndə qalır. 3, 9'u 3'ə vuranda neçə yer? 27 cavabımız olar. D variantı olacaq cavabımız. Keçək biz 32-ci suala. Silirəm buranı. 32'yə keçirəm. 32. İndi buradan sadə bir şeydir. Əslində bu rahatdır. Yəni birbaşa yazsaq, yəni A-nı B-yə vururuq. A-nı B-yə vururuq. Yəni məxrəcləri eyniləşdiririk, orta məxrəcə gətiririk, 2-ni də B-yə vururuq. Sonra üstə gəl, o birisində nə edirik? B-ni nəyə vururuq? A-ya vuracağıq. O birisində 2-ni də A-ya vururuq. Bərabərdir, 5'dir. Sol tərəfdə, yəni AB məxrəcdir. Orada 2B üstə gəl 2A olur. Bu da bərabərdir neçə? 5'dir. İndi tezdən belə bir şey eləsək, biz rahat şəkildə bunu yazsaq, yəni 2'ni çıxarsam mötərizə xaricinə qalır. A üstə gəl B yazaq, bölünsün. A, B'dir. O da bərabər 5'dir. Bunu belə yaza bilərik. Biz A, B bölsün bu ifadəni tapdıyır da bizə bu ifadəni. Bunu tapmaq üçün nə edirik? Yəni 2'ni vururuq. Ayrıca yəni A üstə gəl B böl
A üstü A B şeklinde yazırıq. Bərabərdir 5 şeklinde yazırıq. A üstə gəl B bölünsün AB'ni tapanda ne edirik? 5'i 2'ye bölməlikdə vuruq hasili kimi baxırıq. 2 tam onda 5 olar mı? Ya da belə yazaq biz. Yəni 5 bölü 2 şeklinde yazaq bunu. Gəlin 5 bölü 2 şeklinde yazaq bunu. Yani AB bölünsün yani A üstə gəl B'ni tapan ne edəcək? Tərsidir də bunun. Yəni tərsi 5 bölü 2'nin tərsi. Yəni 2 bölü 5. Bu da eləyər neçə? 0 tam onda 4 olar cavabımız. Belə. 0 tam onda 4. Yani bunun cevabı olacaq 0 tam onda 4. Geçelim biz 33. suala. Geçelim 33. suala. 33. Ha, burada da 33. sualımız var. Geçelim. 33. Birinci şəklimizi çəkək. Düzbucalı var. ABCD şərti oxuya birinci. ABCD düzbucalısında deyir. C'im tənbələndir deyir. AM'imiz verilib 4. C'im də verilib 5. Perimetrini tap deyir. Deməli, nə edirik? Birinci biz bir düzbucalı çəkirik. Və buradan da bir dənə nə çəkirik? Tənbələn çəkirik. Tənbələn yəni 45-45'e bölür həmin bucağı. Rahatdır. Paralelogramda da belə bir qayda var idi. Paralelogramın xüsusi halı olduğuna görə düzbucaqda da həmin qayda ödənəcək, şərt ödənəcək. Baxın 92'ye böləndə 45-45'dirmi? Tənbölən demişik də biz buna. C'mi tənbölən. Burada 90'dır, 90-45, bu da 45 olacaq. Onda biz nə bilirik? MD'miz CD'ye bərabərdir. MD verilibmi? Xeyr. MD verilməyib bizə. Deməli, ABC düzbucalısında CM tənböləni çəkilib. AM 4'tür. Yəni burası 4 verilib. Bir de CM verilib bizə. CM haradır? Ha, burası. Burası 5 verilib. Ha, burası da verilib də, yəni 5'dir. Verilibsə, bir də belə bir şey var da, düzbucalı, bərabər yanlı düzbucalı üçbucaq. Yəni A kökdə 2'miz, yəni C üçbucaq C MD'ye baxsaq biz, MD'ye baxsaq, buradan nə çıxır? Bərabər yanlı düzbucalı üçbucaqda katetin kökdə 2'misi nəyə bərabər olur? Hipotenuza, yəni 5'ə. Buradan biz ne alırıq? A'nı tapırıq. 5 bölü kökdə 2. 5 bölü kökdə 2. Kökdə 2'ye vursaq məxrəcdən irrəsionaldan azad desək. 5 kökdə 2. Yəni kökdə 2'ye vursaq məxrəcdə 2 olacaq o. Yəni A'mız oldu nə? 2'də 5 kökdə 2. Perimetrini tap deyir. Yəni ABC'nin perimetrini tapanda ne edirik? 2'ni vururuq. Nəyə? Eni bizdə A'mız 2'də nədir? 5 kökdə 2'dir. Üstə gəl bir də uzunluq var idi də. Uzunluğumuz da ilə nədir? Burada uzunluq da bura 4'dür. Bu 4 üstə gəl olacaq da 4 üstə gəl 2'də nə? 5 kökdə 2. Bu uzunluğu da bərabər buradan sadələşdirsək 2'də nə olacaq? 2'ni 4'ə vursaq 8, 8 üstə gəl 5 kökdə 2. Eləmi? Bu belə. Yəni uzunluğumuz da olur 2'də neçə? 8 üstə gəl 5 kökdə 2. Yəni kökdə 2 ifadələrlə alınacaq. Deməli belə. Da bərabərdir 2'ni birbaşa vursaq, yəni 2'ni birinciyə vursaq. 2'lər gedir bizdə 5 kökdə 2 qalır. Üstə gəl. İkinciyə vursaq 2'lər gedir 8 üstə gəl 5 kökdə 2 qalır. Bunu da sadələşdirsək oradan bərabərdir 8 üstə gəlinə 5 kökdə 2 ilə 5 kökdə 2 10 kökdə 2 olacaq. Yəni perimetrimiz nə olacaq? 8 üstə gəl 10 kökdə 2 olar. Keçək biz 34-cü suala. 34. O sorular var burada deməli. 34-cü sual. ABC üçbucağında DY orta xəttə çəkilmiş deyir. ABC'miz ümumi 36 deyir. Bizə ADY C'ni tap deyir. Burada rahat bir qaydamız var. Oradan yəni o qaydadan istifadə edəcəyik biz. Həmin qayda. Həmin qayda necədir? İzah edeyim sizə. Uşaqlar, deməli, rahat qaydalardan istifadə etməliyik. Yəni bizim üçün asan olsun. Buraxılış imtahanında da həmçinin yəni tez yaza bilərsiniz, vaxt itirməyəsiniz. Deməli A, B, C. Burası D, burası da Y. Tamam. Bunu bildik. DY'miz orta xəttdir. Biz digər orta xəttləri də çəkək görək. Orta xətti dəli deyil. Bu orta xətti çəkək, bu orta xətti çəkək. Fiqurların sayəsindən biz nə bilirik? Üçbucağın, yəni orta xəttləri nə edir? Bərabər sahəli üçbucaqlara ayırır. Bəs S yazsaq, görürsünüz, daha rahat, daha sadə olur. Yəni SABC'miz, yəni üçbucaq ABC'miz nə olur? 4 isə bərabərdir. Bu nəyə bərabərdir? 36'ya bərabərdir. Buradan S'imiz nədir? 36'nı 4'ə bölsək 9 santimetr kvadratdır. Buradan nə bilirik? SADYC'miz nədir bəs? S, görürsünüz? ADYC'miz nəyə bərabərdir? ADYC'miz 3S'ə bərabərdir. Yəni trapeziyamız 3S'dir oradakı. 3 vurulsun 9 olacaq o da.
Eləyər neçə? 27 santimetr kvadratı. Yəni C variantı. Başa düşdünüzmü? Belə bir sual. Keçək biz o biri 35-ci suala. Silirəm buranı. 35-ci sualı keçək. Çək 35-ci sual. 35. Deməli, bərabərliyə aid misal kökdə 3 çıxılsın 2 vurulsun x kiçikdir nədən? Sıfırdan. Biz belə bir şeyimiz var. Necə yəni? Belə bir şey götürək. Sadə bir bərabərlik üzərində izah edeyim sizə. İlk öncə. Sadə bərabərlik üzərində izah edəcəm. Deməli, mənfi 2x kiçikdir 0 bərabərsini həll edək. Baxın, yəni x-in qabağında, yəni solda mənfi ədəd varsa, işarəsi dəyişəcək. Yəni 0-ı mənfi 2-yə. Əgər belə bir şey var isə, müsbət götürək birinci. 2x 0-dan kiçiksə, olduğu kimi x 0-dan kiçik olardı. Bu yəni x-in qabağında müsbət olduğuna görə birbaşa olduğu kimi qalır. Bu heç. Amma x-in qabağında mənfi ədəd varsa işarə dəyişəcək. X 0-dan kiçik olacaq. Daha doğrusu 0-dan böyük olacaq. Çünki nəyə görə? Mənfi 2-ni biz nəyə vursaq 0-dan kiçik olacaq? Müsbət ədədlərə vursaq 0-dan böyük olacaq da. Yəni ona görə müsbət ədədlər götürülməlidir. Burada da həmçinin kökdə 3 çıxılsın 2 ifadəsi, 2-ni də kökdə 4 şəklində yazsaq, kiçikdən də yəni böyük çıxır da, kökdə 3-dən kökdə 4 çıxır. Bu da necə ifadədir? Bizdə 0-dan kiçik mənfi ifadədir. Yəni x onda nə olacaq? İşarə dəyişir, 0-dan böyük olur. Yəni x 0-dan böyük ədədlər. 0 müsbət sonsuzluq. Yəni 0-dan böyük ədədlər dedikdə yəni x daxildir 0. Amma burada ciddi bərabərlik. Yəni bərabər olmadığına görə 0 daxil olmadığına görə 0-dan müsbət sonsuzluğa qədər olacaq. Deməli belə. Yəni bu misalımız da belədir. Deməli 36-nı da yazaq. 36-cı tapşırığı da yazaq biz. Sonra yekunlaşdırırıq bu video dərsliyi də. Deməli 36-nı yazaq. Keçək 36-cı suala. Lap 37-ni də yazacağıq. 36-nı yazaq. Mənfi 8-dən böyük bərabərdir 2x çıxılsın 6 kiçik bərabər nədən 2-dən. Deyir bərabərliyin tam həllərin cəmini tap. Bax, tam həllərin cəmi. Bunu tapmaq lazımdır. Biz ilk öncə nə edək? Burada çıx 6 varsa üstə gəl 6 gəlməli. Yəni 2x çıx 6-nın üstünə 6 gəlməliyik ki, bu 6-lar bizdə nə geçsin? Nə olsun? İslah geçsin. Yəni həmçinin bura 6 əlavə edilmişiksə sağ tərəfdə 6 əlavə edirik. Həm sol tərəfə də 6 əlavə edirik. 6-lar getdi, nə qaldı? 2x-imiz kiçik bərabərdir. 2-nin üstünə 6, 8. Bundan kiçik bərabər, mənfi 8 üstə 6, mənfi 2 oldu. İndi x qalması üçün də 2-yə bölməliyik. Baxın, 2x-i 2-yə bölməliyik. Burada mənfi 2-ni də biz 2-yə bölməliyik. Buradan 8 də biz nə etməliyik? 2-yə bölməliyik. Buradan nə qalır? Mənfi 2-ni 2-yə bölün. Mənfi 1 böyük bərabərdir. Burada 2-lər getdi x və kiçik bərabər 8-ni 2-yə bölü 4. Bu belə. Mənfi 1. Deməli, belə bir şey dedik. Mənfi 1-dən 4-ə qədər ədəd oxunda göstərsək bunu. Yəni, mənfi 1-də daxildir də, elə deyilmi? Sonra tam həllər. Burada 4-dür də. 4-dür. Yəni, tam həlləri soruşur. Burası 0 da daxildir. 0 da var, 1 də var. Daha doğrusu belə götürək də bunları. 1, 2, sonra 3 də var. Özləri də var. Yəni, mənfi 1 tam həllər. 0, 1, 2, 3 və 4 özü də. 4 özü daxil. Bərabərdir. Mənfi 1 ilə 1 gedir, 0 da getdi. 2, 3, 4-ün cəmi neçədir? 9 eləyər. Yəni cavab B variantı. Keçək 37-ci suala da sonra bitirərik biz dərsimizi. Deməli, 37-ci suala keçək. Diagonallar 8 ilə 9 olan rombun sahəsini tapın. Sahə rahatdır, yəni diagonallar. Rombu bilirik biz, yəni belə götürsək, yəni paxlava diliminə oxşuyur. Belə götürsək, yəni romb. Bunun diagonalların hasilini nə edir? Diagonallar perpendikulyar olduğuna görə o düsturdan çıxır bizdə də. Yəni D1 vur D2, yəni düsturunu da təkrarlasaq, D1-imiz vur D2-miz, yəni diagonallardır, hasilinin yarısı. Nə edirik? 8-i 9-a vurub bölürük 2-yə. Bu bizdə yəni ən sadə sualdır, demək olar ki. Yəni buraxılışda belə bir sual düşmək, bunu yazmamaq, yəni nə bilim, yazmamaq olmaz. Rahat sualdır yəni. Sahə düsturunu biləndən sonra 8-i 9-a vurub 2-yə bölürük. 8-i 2-yə böləndə nə qalır? 4, 4-ü 9-a vuranda edir 36 santimetr kvadratı. Yəni D variantımız olacaq cavabımız. Bu qədər. Sağ olun, salamat qalın.